Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün bol kəsmikli bulka, vatruşka reseptini bölüşürəm. 1 stəkan ilıq südən 3 yemək qaşığı şəkər, 1 paket quru mayanı əlavə edib qarışdırırıq, qoyuruq maya aktivləşsin. 1 yumurta və digər yumurtanın ağı, sarısını üzəri üçün saxlayırıq, əlavə edib qarışdırırıq. 440 qram unu hissə-hissə əlavə edib xəmiri yoğururuq. Onu da qeyd edim ki, 440 qram un təxminən 3 stəkan yarımdır. Sonra yumşalmış 40 qram kərə yağını əlavə edib xəmiri yoğurmağa başlayırıq. Yağı əlavə etdikdən sonra xəmir lay-lay olur, ancaq narahat olmaq lazım deyil. 4-5 dəqiqə yoğurduqdan sonra xəmir toparlanır. Qabı yağlayıb xəmiri yerləşdiririk, üzərini də biraz yağlayıb örtürük və qoyuruq 1 saat mayalansın. İçlik üçün 300 qram kəsmik, 50 qram şəkər, 1 paket vanilin, 2 yemək qaşığı xamanı əlavə edib blenderla eyni cinsli kütlə alınana kimi qarışdırırıq. Xəmir mayalandıqdan sonra 14 hissəyə bölüb kündələr hazırlayırıq. Üzərini örtüb 15-20 dəqiqə gözləyirik. Stakanın altını duru yağla yağlayıb kündələrin üzərində oyuqlar açırıq. Bir yumurta sarısına 1 yemək qaşığı südü əlavə edib xəmirin üzərinə çəkirik. Sıxma torbasına içliyi yerləşdirib oyuqları doldururuq. Və 180 dərəcəli sobada alt-üst rejimdə üzəri qızarana qədər bişiririk. Yumuşaq bulkalar alındı. Əgər siz də ailə üzvlərinizə bulka hazırlamaq istəyirsinizsə, bu resepti mütləq sınayın. Soyuduqda isə üzərinə şəkər kirşanı səpə bilərsiniz. Dəstək üçün isə kanalıma abunə olub bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.